ana dilinin təlimi tərbiyəsi olmasa, mədrəsələrdə ana dilində təlim tərbiyəsi olmasa, bunun kognitiv baxımından, yəni idrak, şuur, fəhm tərəf baxımından hansı zərərləri verəcək və bu zərərlər nə cür siyasət, hakim siyasətin tərəfindən istifadə olunacaq xəlq yox eləmək üçün, özünü gücləndirmək üçün. İkincisi, ruhi baxımdan işarə eləyəcəyəm bu nöqtana, ictimai, iqtisadi və siyasi baxımından. Və yenə də axirində mən bir qadın məsələsinə və qadınlarımızın bu aradakı roluna işarə eləyəcəyəm. Mənim əvvəldə çox qısa olaraq dilin şuur və idrak o kognitiv ləhazdan tərifi gəlir dil ilə düşüncəni, istər pedaqoqlar olsunlar, istər psixologlar olsunlar, modern dilcilik özəlliklə dil və düşüncənin arasında müstəqim bir rabitə qurur. Deyir ki, hətta bunları birləşdirir. Deyir ki, danışma səsli düşüncədir və düşünmə səssiz danışmadır. Birinin nöqsana uğraması, birinin yox olması, birinin qabağının kəsilməsi ikincisini də yox eləməyə başlar, ikincisini yavaş-yavaş aradan aparır. İndi mədrəsə təlim o tərbiyyət yeri, mədrəsənin görəvi, mədrəsənin vəzifəsi budur ki, uşaqları yaradıcı, uşaqları araşdıran, uşaqları sorğulayan bir varlıq olaraq yetişdirsin. Bu hangi sayədə olur? O sayəsində, bunun sayəsində olur ki, uşaq mədrəsədə öz ana dilində təlim tərbiyət olsun. Çünki dilini anlamasa, əgər mədrəsənin dilini anlamasa, əgər təlim tərbiyyət onun bildiği dildə, yəni onun ana dilində olmasa, o kəlmələri anlamadığı üçün, o dərsi anlamadığı üçün onu sorğulaması, onun haqqında bəhs eləməsi və bu vəsilə ilə məsələlərə kritik, intiqadi baxması mümkün olmayacaq. Uşağın mədrəsədə bir objekt, bir şey deyil, tamamen yaradan, dərsdə aktiv bir şəkildə şirkət eləməsi gərəkir və bu fəqət bu sayədə olar ki, dili anlaya. Əgər mədrəsə tədris dilini anlamasa, tamamen pasif, əzbərci və təqlidci bir dana varlıq olar. Ona verilən kələmələri utar, bir kələmə deposu kimin olar. Çünki bu kələmələri anlamır, dərsi anlamır. Dərsi anlamadığı üçün öyrəndiklərin və oxuduqların intiqad eləməsi, bunları intiqadi bir şəkildə baxması mümkün də mədrəsə yaratmaq, təkrar yaratmaq, təkrar ürətmək, təkrar tövlid eləmək, təkrar kəşf eləmək və hətta təkrar yazmaq yeridir. Bunları gərək mədrəsədə öyrətsə. Və dediyim kimi, bunları fəqət bu sayədə öyrənər ki, o dili anlasın. Dili anlamadığı zaman bu tamamen ayrıların fikrini istifadə edən, ayrıların fikrindən təqlid edən və əzbərləyən bir dana varlıq olar. İndi baxın, insan və heyvanın arasındakı önəmli fərq budur ki, heyvan çevrəsində, ətrafında bir dəyişiklik gətirmez. Adaptasyon sağlar. İnsan çevrəsində ətrafındakiləri dəyişdirməyə çalışmalıdır. Dünyasını dəyişdirməyə çalışmalıdır. Dünyasını kəşf eləməlidir. Və bu fəqət və fəqət bildiği dildə dərs aldığı zaman, bildiği dildə, ana dilində düşünüb, ana dilində danışdığı zamandır. Yoxsa dediyim kimi, tonlarca kələməni əzbərlər, bunun əvvələn beyni yavaş-yavaş bu fəqət əzbərci olduğu üçün, təqlidci olduğu üçün o xəllaqiyyətin, o hərəkətin, o fonksiyonun zihin əldən verir. Və bu zaman içində təqlid edən, ayrıların fikrini bəyan edən bir dana varlıq şəklinə gəlir. Mən burada bir dana tərif var, bu taza sosiolojide, təlim tərbiyətin taza sosiolojisində gözəl bir cümlə deyir. Deyir ki,
Əgər danışırkən bizim ağzımızdan çıxan cümlə, əgər biz danışırkən ağzımızdan çıxan cümlə ilə özümüzü bəyan eləyənmirsək, əgər görüşlərimizi, istəklərimizi bəyan eləyənmirsək, bəs biz danışmamışıq. Çünki danışma səsli düşüncədir. Ana dilində təlim və tərbiyyət almayınca, düşüncə və danışma dili tamamən dəyişir. Ana dilində düşünürük, amma başqa bir dildə danışmaya məcbur qalırıq. Və burada beynin pasivləşməsinə və getdikcə ki, mən sonra ayrı bölümdə də üstündə duracağam, o səssiz kültürə dönüşürük. İkinci nöqtə, ki, mən yenə üstündə durmaq istəyirəm, ana dilində təlim, tərbiyyət, təhsil olmazsa, ruhi baxımdan uşağın üstündə hangi təsirləri qoyur? Bunu yenə də bir psikolog, Bridget Rock deyər birisi, ruhun koloniləşməsi deyir. Niyə? Çünki ana dilində, əvvəldə bizim gəlişdirdiyimiz ana dilinin sayəsində hüviyyətdir. Ana dilin əldən alınırsa, əvvəlin zərbə hüviyyətə vurur, mən kiməm olayı ortaya çıxar. İnsanın ana dili etibarsız görününcə, ayrıların tərəfinə yasaqlanacaq, bunu bir etibarsız olur. Mədrəsədə ana dilində təlim tərbiyyəsi olmayınca, əvvəlinci zərbə uşağa dərsə, ikinci zərbə ana dilinə dəyər. Etibarsız olur. Və o uşaq, o ailəsi, o dildə danışdığı üçün, o uşaq, o əvvəldə dil, sonra da uşaq etibarın aradan aparır. Uşaq dili anlamadığı üçün nəqsi, zəfi özündə görür, etimad benəfsi tamamən yox olur. Ailəsinə, bağlı olduğu qruhuna, millətinə etibarı aradan gedir. Ən önəmli zərbə, o etimad benəfs, özgüvən yoxdur. Və bu ömrünün axirinə kimi bundan gedəcək. Siz baxın, qeyri-fars millətlər özünü bəyan eləməkdən zəif qalır. Mən demirəm, aciz qalır, zəif qalır. Çünki mədrəsələrin elə əvvəlminci günlərində bu güc özünü bəyan eləmə, görüşünü bəyan eləmə gücü ondan alınmışdır. Bizlərdə natiq azdır. Niyə? Çünki biz insan ancaq ana dilində dediyim kimi özünü bəyan elər. Bu güc bizdən alınıbdır. Mədrəsənin əvvəlminci gün, indi bu vurulan şuura, dərkə, zehnə vurulan zərbədir. İkincisi ruhi bir zərbə ki, burada bir Berzeli pedaqoqun çox gözəl bir sözü var. Deyir, ondakı xarici bir dildə bir dərs öyrənilir. Ondakı təlimi tərbiyyət ana dilində olmur. Onda düşüncə sistemi tamamən təcavüzə uğrur. Bu təcavüzü biz elə ruhun koloniləşməsində görürük. Üçüncü, mənim üstündə durmaq istədiyim yenə çox təkidinə bunun ictimai və iqtisadi nəticələridir. Siz də danışmalarınızda işarə elədiniz. Getdikcə qeyri-fars millətlərin arasında əvvələn savadsızlığın dərəcəsi yuxarı gedir və intellektual tanımladığımız təbəqənin getdikcə zəifdir. Bu əvvəldə saydığım iki amil nəticəsində ruhi zərbədən və beyin yavaş-yavaş pasivləşincə uşaq mədrəsədə anlamayacaq, dili anlamayacaq. Bu iki amildən də bətər mütəssir olub, etkilənibdir. Görəcəyi əvvəlminci ya təhsil eləməkdir ki, qeyri-fars məntəqələrində yenə də təkrar olacaq. Savadsızların dərəcəsi fars məntəqələrdə o yüzdəsi çoxdur və getdikcə çoxalır. Əgər təhsil eləsə də başarısızlıq dərəcəsi yuxarıdır. İndi UN-in United Nations-ın Azınlar qrupunun başqanı bir dənə taza istatistik verirdi və buna görə də bir dənə mesaj yayınlayır. Deyir ki, normaldə savadsızlıqları fəqir ölkələrdə çox bilərik.
Fəqət aynı dərəcədə ki, fəqir ölkələrdə ki, təlim, tərbiyə və təhsil qaynaqlarına hamının əli yetişmir, dəstəkləri yoxdur. Elə o həddə ki, onlarda savadsızlıq var. 10 milyonlarca uşaqda bütün dünyada etnisiti nəticəsində azınlıq qruplara bağlı olduğu için təhsildən yoxsul bırakıblar. Bu elə bir danışıq ki, normalda görünmür. Deyilmir. İctimai və iqtisadinin ayrı bir zəmbəsinə baxarsak, öz ana dilində təlim, tərbiyə alan uşaqlar dərsi oxuyub gedəcək, başarılı bir şəkildə. İstədiği işi də tapacaq, istər istihdam olsun və ya hər hangi bir işdə gedərsə, tabii ki, başarır. Çünki izafə bir zəhmət və səxnik öz ana dilində dərs oxuyubdur. Ana dilində dərs oxuduğu üçün beynə